göydəki buludların toqquşmasından yaranan ildırımın möhtəşəmliyi kimi, gənclərin vüsal atəşi də uzun zaman hiss olunacaq. Toy məclisinin bütün iştirakçıları çalışır ki, bu məqam məclisə himayədarlıq edən ilahələrə layiq şəkildə həyata keçsin. Xüsusilə toyun sonunu müşahidə edən Alpan ilahəsi üçün. Çünki o razı qalarsa, elə toy gecəsi göydən yerə övlad ruhu yollayacaq. Deyilənlərə görə, belə övladların xüsusi vergisi olur. Bir neçə saatdan sonra səhər açılacaq. Həyəcan və şəfqətlə dolu bir gecə başa çatacaq. Dan yeri ağaracaq və atəşlə dolu yeni gün başlayacaq. Min illər boyu olduğu kimi, Rağ ilahəsinin dünyanı nurla dolduracağı səhər və bugünün səhəri gəlin, axşam isə bəy üzə çıxacaq, yeni ailə olaraq cəmiyyətə qatılacaqlar. Tezliklə bu səhərlərin birində yenə zurnanın toy çağırışı səsi eşidiləcək. Könüllər toy şövqü ilə döyünəcək. Bu toy neçə toylara yol açıb görəsən. Gələcəyin qurulmasını təmin edən toy mərasiminin rəmzləri və adətləri tarixin sınaqlarından çıxıb bugünümüzə qədər gəlib çatmışdır. Şübhəsiz ki, onlar dəyişən dünyamızda öz danılmaz yerini qoruyub saxlayacaqlar. İnanclara görə, toy adətlərini ilahələr bir araya gəlib yaratdılar. El-oba onun ifaçıları, qohum-qardaş, təşkilatçılarıdır. Hər toyda yeni ailənin yaranması alqışlanır. Ailələrdə isə yeni həyatın təməli qoyulur. Övladlar dünyaya gəlir. Neçə minilliklərdir ki, ləzgi xalqı üçün toy, mərasimlərin ən möhtəşəmi, ən önəmlisi, ən vacibidir. Azərbaycan